Avropa İttifaqı Ermənistanın mövcud təhlükəsizlik və iqtisadi sistemdən uzaqlaşdırmağa çalışır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti İzvestiyaya açıqlamasında bildirib. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Brüssel Cənubi Qafqazda və xüsusilə Ermənistanda öz geosiyasi maraqlarını, demokratiyaya dəstək, islahatlara yardım və tərəfdaşlığın dərinləşdirilməsi kimi şüarlarla gizlədir. Bu çağırışların arxasında tamamilə praqmatik hesab dayanır. Ermənistanı etibarlı təhlükəsizlik sistemindən və sabit iqtisadi əlaqələrdən qoparmaq. Üstəlik, 10 illiklər ərzində ölkənin sabitliyini təmin edən mexanizmlərə alternativ təqdim olunmur, deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb. Bəyanatda bildirilib ki, Avropa rəsmiləri özləri də Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyünün yaxın perspektiv məsələsi olmadığını etiraf edir. Bu yol 10 illiklər çəkə bilər və yekun nəticəyə dair heç bir zəmanət yoxdur. Amma namizəd ölkələrin Brüsselin siyasi iradəsindən asılı vəziyyətə düşməsi çox tez baş verir. Rusiya tərəfi həmçinin xatırladıb ki, Ermənistan hələ də Moskvanın müttəfiqidir və Avrasiya İqtisadi İttifaqı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tam hüquqlu üzvüdür. Diplomatlar rəsmi İrəvanın addımlarının bəzi hallarda həm iki tərəfli öhdəliklərə, həm də çox tərəfli formatlara zidd getdiyini də vurğulayıblar. Ümid edirik ki, Ermənistan rəhbərliyi yad geosiyasi oyunlara alət olmayacaq və ölkənin uzunmüddətli milli maraqlarını ön plana çıxaracaq. İrəvan Avropa İttifaqının Ermənistanın xarici iqtisadi əlaqələri genişləndirmək istəyindən istifadə edərək mövcud siyasi, tarixi, humanitar və iqtisadi münasibətlərə zərər vurmasına imkan verməməlidir, deyə bəyanatda qeyd olunub. Erməni politoloq Armeni Marqaryan da maraqlı fikirləri ilə gündəmə gəlib. Ekspert qeyd edib ki, Azərbaycanla sülhə qarşı çıxan bu radikal Rusiyapərəst qüvvələr Ermənistanı 2020-ci ildən əvvəlki münaqişə dövrünə qaytarmaq istəyirlər. Samvel Karapetyan, Qaqik Sarukyan və Robert Köçəryan Ermənistanın yenə Rusiyanın köləsi olmasını istəyirlər. Yenidən ölkəmizi bizim böyük qardaşımız var, bizim əvəzimizə hər şeyi edəcək düşüncəsinə aparmağa çalışırlar. Bütün nailiyyətlərimizin üstündən xətt çəkmək, bizi sülhdən geri qaytarmaq istəyirlər. Bəs biz daha 1, 2, 3 nəsil qurban verməyə hazırıqmı? Tarixi iddiaların arxasınca düşərək real Ermənistanı unuduruq. Biz necə ordu istəyirik? Canlı resursların top yemi olduğu ordu? Necə cəmiyyət istəyirik? Övladları Rusiya vətəndaşı olan və onun ordusunda xidmət edən cəmiyyət? Biz belə şey istəmirik. Kölə olmaq istəyirik? Biz istəmirik. Kim istəyirsə qoy getsin, yol açıqdır, Marqaryan vurğulayıb. Politoloq erməni cəmiyyətinin bu radikal qüvvələrdən fərqli olaraq sülh istədiyini və başqa ölkənin köləsi olmaq istəmədiyini iddia edib.